İtburnu və qaragilə dəmlənməsi. Bir xörək qaşığı demək. Qaragilə də deyirlər, yemişan da deyirlər. Bismillah. Ola bilər dağılsın bu. Problem yoxdur. Və itburnu. Burada da nə varımızdır? Demək, böyürtkənin yarpaqları C vitamininə zəngindir. İmmun sistemini qaldırmaq üçün bax, mükəmməl bir şeydir ya, bax bu. Bədənə C vitamini lazımdır. Rayondan yığıb gətirmişdim. Suyu da qaynar-qaynar əlavə edirik. On saat, 12 saat dəm almalıdır, bax bu. Mütləq. İndi bəzi insanlar var ki, məsələn üçün çox qatır yəni itburnun. Məsələn üçün yemişanı belə deyim də 2-3 xörək qaşığı da qata bilərsiniz. Sonra itburnun da 2 xörək qaşığı qata bilərsiniz. Sadəcə olaraq məndə təzyiq aşağı meyilli olduğu üçün mən çox qatmıram. Yəni elə bir hərəsindən bir dolu xörək qaşığı mənə kifayət edir, 1 litri termosa. Amma içəndə hər stəkana belə bir stəkan deməyim də buna, çaşka deyim. Çaşka süzülüb içiləndə artıq soyuyana qədər gözlənilir. Soyuyanda artıq 2 çay qaşığı, 1-2 çay qaşığı, 2 olsa lap yaxşı olar, alma sirkəsi, elə 1 çay qaşığı və yaxud 2 çay qaşığı da bal qarışdırıb içə bilərsiniz. Mən adətən 2 çay qaşığı qarışdırıram. Bax belə, Allah bütün xəstələrə şifa versin. Ürək, bax ürək qan damar sisteminə, bədənin immunitetini qaldırmaq üçün bir nömrəli bax bu çaydır. Çalışın qara çaydan uzaqlaşın, ən azından yaşıl çay içə bilərsiniz. Çalışın ki, başqa çaylar içməyin. Ən əsas da qara çay.